Salam əziz həmkarlar. Metakognitiv bacarıqlar. Sual 1. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Burada doğru tiplərdən doğrunu, yanlışdan yanlışı. Doğrunun altında 1-2 rəqəmi verilib. Yəni mən doğrudan seçməliyəm. Yanlışın altında 3-4 rəqəmi verib. Yəni yanlışdan da yanlışı seçməliyəm. Bəzən olur ki, məsələn, doğrularım da yanlış olur. Sizə uyğunluq desə, yanlışımın hər ikisi yanlışdır. Onda 3-dən 4-ü seçəcəm. Və ya bəzən olur doğrularımın hər ikisini doğru verir, yanlışımın da hər ikisini doğru verir. Bu zamanda uyğunluq dediyi üçün doğrumun ikisi də doğru olduğu üçün doğrunu seçəcəm. İndi bizim sualda baxırıq. Şagird öz fəaliyyətini müşahidə etdikdə daha yaxşı nəticə əldə etmək üçün informasiya ala bilər. Bəli, bu özünü müşahidədə var idi ki, siz və ya şagird və ya başqa bir şəxs özünü müşahidə etdikdə daha yaxşı nəticə əldə etmək üçün informasiya ala bilir. Deməli, bir düzdür. Şagird öz fəaliyyəti ilə bağlı rəy aldıqda fəaliyyətində diqqət yetirmədiyi məqamları aydın görə bilir. Bəli, yəni bir iş görüb, digər şəxs ona rəy bildirdikdə, məsələn, bu işdə yarımçıqlıq var, artıq sən nəyə diqqət yetirməlisən, onu bilirsən. Deməli, burada oldu 1-2 C bəndi. Gəlin 3-dən 4-ə də baxaq. Planlaşdırılan fəaliyyət bir çox hallarda ona görə uğurlu olur ki, bu zaman atılan addımlar effektiv şəkildə istiqamətlendirilir. Bu da düzdür, yəni düzgün istiqamət. Emosiyaları tanımaq və idarə etmək bacarığı şagirdə sosial həyatında faydalıdır. Bu da doğrudur. Deməli oldu burada C bəndi 1-lə 2. Şagirddə verilmiş sual nümunələrindən hansı onlarda metakognitiv bacarıqların inkişafını təşviq etmir? Qarşılaşdığın problemi səmərəli yol ilə həll etmək üçün hansı üsullardan istifadə edirsən? Sən özün hansı üsuldan istifadə edirsən? Bu metakognitiv bacarıqdır. Öyrənmə prosesinə nəzarət etmək üçün gedişatında hansı amillərə diqqət yetirirsən? Özün diqqət yetirirsən. Özümüzə aid olanlar metakognitiv bacarıqdır. Yoldaşlarının diskusiyasında iştirakının onların inkişafında rolunu necə dəyərləndirirsən? Burada özün üçün faydalı yox, yoldaşlarının inkişafına rəy bildirəsən, yəni yoldaşların inkişafını dəyərləndirəcəksən. Burada yoldaşlarının metakognitiv bacarığıdır. Bu oldu C bəndi. Yeni məlumatları öyrənmək üçün fəaliyyətində hansı tənzimləmələri edirsən öz fəaliyyətində? Bu da metakognitivdir. Hər hansı bir fəaliyyət zamanı nəyi bilib-bilmədiyini necə müəyyənləşdirirsən? Özün nəyi bilib-bilmədiyini necə müəyyənləşdirirsən? Bu da metakognitivdir. C bəndində sən yoldaşlarının inkişafını dəyərləndirəsən, özünün yox. Ona görə oldu burada C bəndi. Şagirdin özü ilə bağlı qeydlər aparmaq üçün gündəlik tutur. Onun qeyd etdiyi hansı məlumat metakognitiv bacarıqla əlaqəli olmaz? Tapşırıqları yerinə yetirmək üçün xüsusi vaxt intervalı müəyyən edir. Özü müəyyən edir, metakognitivdir. Anladığı və araşdırmağa ehtiyac duyduğu anlayışların siyahısını tərtib edir. Özü anlayıb, nəyə ehtiyac duyur, nəyə araşdırmalıdır, bu da metakognitivdir. Qaranlıq qalan məqamları aydınlaşdırmaq üçün lazımi mənbələri müəyyən edir. Özü, bu da metakognitivdir. İstifadə etdiyi strategiyaları effektivliyinə görə qruplaşdırır. Özü, təlimata əsasən terminləri qruplaşdırır. Kimsə sənə təlimat verir, sən ona əsasən termin quraşdırırsan. Bu metakognitiv deyil. Y bəndi. Uyğunluq gözlənilmişdir. Özünü qiymətləndirmə. Şagirdin tapşırığın icrası zamanı hərəkətlərini, davranışlarını, idrak proseslərini nəzarət saxlamasını əhatə edir. Bu özünü müşahidədir. Yəni, bura yanlışdır. Baxaq, qarşısında yanlış verilibmi? Verilib. Deməli, uyğunluq burada gözlənilib. Şagird fəaliyyəti barədə yalnız müəllimdən rəy ala bilər. Çünki bu mərhələdə mütləq daha təcrübəli bir şəxsin tərəfindən məlumatla təmin olunmalıdır. Yalnız müəllim yox. Özündən təcrübəli bir şəxs verə bilər. Bu kiçik də ola bilər, böyük də ola bilər, müəllim də ola bilər, valideyn də ola bilər, bacısı da ola bilər, qardaşı da ola bilər, dostu da ola bilər, fərqi yoxdur. Burada yanlışdır, amma qarşısından doğru verilib. Deməli, pozulub uyğunluq.
Özünü tənzimləmə, özünü idarə etmə, şagirddən məqsədə çatmaq üçün emosiyalarını, şüurunun fərqində olmasını tələb edir. Bu doğru bir fikirdir, amma qarşısına yanlış verilib. Deməli, burada da pozulub. Şagirdin özünü tənzimləməsi, fəaliyyətin müşahidə və bu barədə onun məlumatlandırılması ilə sıx bağlıdır. Bu doğru bir fikirdir. Qarşısında da doğru verilib. Deməli, uyğunluq gözlənilib 1-də, 1-də 4-də. Bu da eləyir Y bəndi. Müəllim bölmənin sonunda fərdi iş formasından istifadə edərək şagirdlərə özünü qiymətləndirmək üçün iş vərəqləri paylayır. Onlara bölmə ərzindəki fəaliyyətləri haqqında dəyərləndirmə aparmalarını tapşırır. Biz yanlış olanı tapmalıyıq. Şagird növbəti bölmə üçün istifadə edəcəkləri strategiyaları müəyyənləşdirmə imkanı əldə edəcək. Düzdür. Niyə? Bölmə ərzində fəaliyyət haqqında dəyərləndirmə aparırlar. Bu strategiyada yaxşı öyrənibmi? Əgər bu strategiyada yaxşı öyrənməyibsə, növbəti bölmə fərqli strategiyadan istifadə edəcək. Yəni, bu doğrudur. Şagird onlar üçün hansı mövzuların çətin, hansının daha maraqlı olduğunu müəyyənləşdirəcək. Bəli, bölmədir. Bölmə üzrə keçdiyini, hansı qəşəng keçib, hansını yaxşı bilir, onları müəyyənləşdirə bilir. B bəndi də doğrudur. Müəllim şagirdləri qiymətləndirmə prosesinə cəlb etməsi, şagirdlər haqqında obyektiv məlumat əldə etməsinə imkan verəcək. Bu da düzdür. Artıq bunun özünü qiymətləndirmə iş vərəqində müəllim də biləcək ki, bölmə üzrə şagird hansı mövzuları yaxşı bilir, hansıları zəif bilir, hansıları bilmir. Qiymətləndirmənin bu cür təşkil edilməsi şagirdlərdə akademik bilikləri ilə bağlı yoldaşlarından konstruktiv rəy almağa şərait yaradır. Səhvdir. Özünü qiymətləndirmədə hər kəs özünü qiymətləndirir. Yoldaşından rəy almaq yoldaş qiymətləndirməsinə aiddir. Deməli, burada D variantı səhvdir. Şagirdlər bu fəaliyyətə cəlb edilməklə çətin çəkdikləri məqamları müəyyən edib, dərslərin təşkili ilə bağlı müəlliminə təkliflər verə bilərlər. Bu da doğrudur. Deməli, 5-də oldu. D bəndi. 6. Aşağıdakı hansı situasiyada şagirdin metakognitiv bacarığının inkişafına ehtiyac olunduğu görünür? Yəni, metakognitiv bacarıq zəifdir. İnkişafa ehtiyac var. Şagird riyaziyyatdan keçirilən summativdən aşağı nəticə toplayır və bunun səbəblərini aradan qaldırmağa çalışır. Bu metakognitivdir. Səbəbin bilir, aradan qaldırmağa çalışır. A bəndində inkişaf eləyib. Şagirdlərdən biri günün sonunda dərsdə öyrəndiyi məqamları qeyd edir, öyrənmə prosesində ona qaranlıq qalan hissələri də müəyyənləşdirir. Özü nəyi öyrənib, nəyi öyrənə bilməyib, özündə hiss eləyirsə, bu da metakognitivdir. Tədris ilinin əvvəlində şagirdə illik hədəflər müəyyənləşdirərək, bu hədəflərə çatmaq üçün fərqli strategiyalar müəyyən edir, özünə hədəf qoyur, plan qoyur, məqsəd qoyur, metakognitivdir. Şagird riyaziyyatı öyrənməkdə çətinlik çəkir, bunun üçün yoldaşlarının tətbiq etdiyi strategiyadan istifadə edir. Bu metakognitiv deyil. Özü fərqli strategiya seçməlidir, özü müəyyən etməlidir. Yoldaşının strategiyasından istifadə eləyirsə, deməli özü özünə strategiya seçə bilmir. Burada D bəndi yanlışdır. Yəni D bəndi necə yanlışdır? Yəni bu şagirdi metakognitiv bacarığa inkişafı var. Yəni bu şagirdin ehtiyacı var ki, o bacarıq inkişaf eləsin. Şagird textdəki çıxış nümunələrinə əsasən fəaliyyətini təhlil edir və çatışmamazlıqları aradan qaldırmaq üçün plan hazırlayır. Özünün çatışmamazlığını aradan qaldırmaq üçün plan hazırlayır. O da doğrudur. Deməli, burada oldu. D bəndi. Metakognitiv bacarıqlar haqqında deyilənlərdən hansı doğru deyil? Bu bacarıqların formalaşması üçün yalnız müəllim deyil, həm də valideynlər təşəbbüs göstərə bilər, düzdür? İnsanın özünün idrak proseslərindən agah olması və dərk etməsi onun metakognitiv bacarıqlara sahib olması ilə bağlıdır, düzdür? Şagirdin özünü mühakimə etmədən sadəcə öz fəaliyyəti haqqında məlumat toplanması özünü monitor edib, düzdür, özünü müşahidə eləyib, məlumat toplayır. Hər dərs ev tapşırıqları verərək şagirdin metakognitiv bacarıqlarını inkişaf elətdirmək mümkündür. Bu səhv bir fikirdir.
Yəni müəllim hər dərs ev tapşırığı verərək informasiyanı möhkəmləndirə bilər. Şagirddə metakognitiv bacarıqları inkişaf etdirə bilməz. Yəni 100-ün 10% təsir edəcək, 90% yox. Şagird özünü tənzimləmə bacarığının yüksək səviyyədə olması onun emosiyalarını idarə etməsini etibar edir, düzdür. Özünü tənzimləmədə elə emosional bacarıqlar da var. Deməli, burada oldu D bəndi. Hansı situasiyada şagirdin metakognitiv bacarıqlarının olduğunu deməyə əsas vermir? Aha. Şagird çətin tapşırıqları öyrənmədə əhəmiyyətini bildiyindən ev tapşırığını yerinə yetirən zaman bu tip tapşırıqlara üstünlük verir. Baxın, öyrənmədə nəyin ona əhəmiyyəti var, onu bilir. Bu metakognitivdir. Şagird dərsin sonunda müəllimin tətbiq etdiyi strategiyalardan hansının onun üçün faydalı olmasını müəyyənləşdirir, özü üçün faydalı olanı seçir, metakognitivdir. Şagird dərs ilinin əvvəlində müəyyən məqsəd qoyur və bu məqsədə çatmaq üçün fərqli yollar müəyyənləşdirir, özü üçün məqsəd müəyyən edir, metakognitivdir. Şagird dərs prosesində fəaliyyətini müəyyən dəyişikliklər edərək hədəflərə çatmış olur, öz hədəfinə, metakognitivdir. Şagird tapşırıqları edən zaman əvvəlcə nümunələri araşdırır və nəticə əldə etdiyi informasiyanı ümumiləşdirir. Burada sadəcə informasiya öyrənir, metakognitiv deyil. Y bəndi. 9. Müəllimin hansı fəaliyyəti şagirddə metakognitiv bacarıqların formalaşmasına xidmət etmir? Müəllim şagirdlərə gündəlik qeydlər aparıb, çətinliklərinin nədən ibarət olduğunu müəyyənləşdirməli, onları necə aradan qaldırmaqla bağlı üsullar müəyyən etməyə tapşırır. Bu, əlbəttə ki, özünün çətinliyi nədir, onu necə aradan qaldırmaq olar, bu metakognitivdir. Müəllim şagirdlərə tədqiqat və araşdırma aparmaq üçün mənbələri müəyyənləşdirərkən, hansı üsulun daha səmərəli olduğu ilə bağlı müşahidələr aparmaq təlimat verir. Özü üçün hansı səmərəlidir, onu müəyyən edəcək. Bu da metakognitivdir. Müəllim şagirdlərə fəaliyyətlərini refleksiya etmək üçün onlara nələri daha yaxşı öyrəndiklərini müəyyən etməyə tapşırır. Özləri daha yaxşı nəyi öyrənib? Bu da metakognitivdir. Müəllim şagirdlərə öyrəndikləri məlumatların həqiqiliyini müəyyənləşdirmək üçün onlara fasilitator kimi istiqamət verir. Burada müəllim istiqamət verir. Yəni bu metakognitiv bacarığın formalaşmasına xidmət etmir, debəndi. Müəllim şagirdlərə öyrənmə prosesində nə qədər məlumatlı olduğunu müəyyənləşdirmək üçün müzakirə təşkil edir. Bu da nəyi zəif biləcək, nəyi yaxşı biləcək müəyyən edəcəklər. Amma burada həqiqiliyi müəyyənləşdirmək deyir. Məlumat doğrudurmu, yanlışdırmı? Bu, hər hansı bir metakognitiv bacarığı inkişaf elətdirmir. Müəllim bir məsələni həll edərkən iki şagirdin işini sinifə təqdim edir. Aha. Hər iki şagird eyni cavaba gəlsə də, müəllim qeyd edir ki, yalnız birinin istifadə etdiyi yanaşma gələcəkdə qarşılaşacaq fərqli tip məsələlərin həllində effektiv olacaq. Birinci şagird bildirir ki, əvvəlcədən öyrəndiyi həll ardıcıllığını dəyişmədən tətbiq edib və nəticə əldə edib. Başqa bir tapşırıqda bunu tətbiq etsə nəticə əldə edə bilməyəcək. Digər şagird isə işi planlaşdırdığını, hansı məlumatların vacib olduğunu müəyyənləşdirdiyi, bir neçə mümkün üsulu sınadığını və sonda tapdığı cavabı verilən şərtlə tutuşduraraq yoxladığını izah edir. Deməli, ikinci şagird düz iş görür. Birinci şagird əvvəllər yazdığı strategiya ilə gedir. Qarşısına fərqli bir məsələ çıxsa, o strategiya ilə yazsa, bəzən o cavabı ala bilməyəcək. Amma İkinci şagird plan tutur, mümkün üsulları sınayır, cavabları tutuşturur, doğrudurmu, səhvdimi müəyyən edir. Deməli, ikinci şagird işini götürəcək. Gəlin baxaq. Hansı fikir doğrudur? Baxın, ikinci şagirdin planlaşdırma, əsas məlumatların seçilməsi, alternativ yolların sınağı və nəticənin şərtlərə yoxlanılmasını əhatə etdiyi üçün müxtəlif tip məsələlərə uyğunlaşdırıla bilən yanaşmanı istifadə edir. Deməli, burada doğrudur B variantı. 11.
Yanlış fikri müəyyən edin. Şagirddə metakognitiv bacarıqların inkişafı onun özünə nəzarət etməsində, öyrənmə strategiyasında dəyişiklik etməsinə təzahür edir. Özünə nəzarət varsa, bəli. Şagird metakognitiv bacarıqlarının inkişafı onların malik olduqları bilik və bacarıqlar arasında effektiv şəkildə əlaqə qurmalarına təsir edir. Bəli. Şagirdlərin metakognitiv bacarıqlara sahib olması yalnız akademik dərslərlə məhdudlaşmır. Onlara həyatın müxtəlif sahələrində uğur qazanmalarına şərait yaradır. Bu da doğrudur. Şagirdlərdə metakognitiv bacarıqlarının inkişaf etdirilməsi onların davamlı olaraq şəxsi və peşəkar inkişafı üçün zəmin edir. Şəxsi, bu da doğrudur. Metakognitiv bacarıqlar tədrisin şagirdin özünə məxsus xüsusiyyətlərini nəzərə alaraq qurulmasını etibar edir. Tədrisi kim qurur? Tədris qurularkən hər bir şagirdin özünə məxsus xüsusiyyətlərini nəzərə almırıq axı. Deməli, Y variantı yanlışdır. Uyğunluğu müəyyən edin. Özünü monitoring, özünü tənzimləmə, bir də özünü qiymətləndirmə. Aha. Şagird tapşırıqları daha effektiv həll etmək üçün plan tərtib edir. Plan özünü tənzimləmədir. 2-yə uyğundur A. Şagird fəaliyyəti haqqında müəllimdən rəy almağa təşəbbüs göstərir. Bununla diqqət etmədiyi məqamları müəyyən edir. Rəy aiddir özünü monitoringə B. Şagird səhvlərini təhlil edərək, təhlil varsa özünü qiymətləndirmədir. Qoyduğu hədəfə çatıb-çatmadığını müəyyənləşdirir. Bu da özünü qiymətləndirmə. Bu da eləyir A bəndi. Müəllim şagirdlərə metakognitiv bacarıqların olub-olmamasını müəyyənləşdirmək üçün anket sorğusu tərtib edir. Anket sorğusunda müxtəlif tipli suallardan istifadə edir. Tərtib olunmuş hansı sual şagirdin metakognitiv bacarığını yoxlamağa xidmət edir? Öyrənmə zamanı fəaliyyətində etmir. Təhlil edib nəticələrə əsasən planınızda dəyişiklik əldə edə bilirsiniz. Bu metakognitivdir. Hər hansı prosesə başlamazdan əvvəl özünü həvəsləndirməyi vacib hesab edirsinizmi? Bu da metakognitivdir. Hər gün müxtəlif fənlərdə elmi məlumatlar əldə edirsinizmi? Bu metakognitiv deyil, elmi məlumatdan danışır. Sizə çətin gələn məsələlər başqalarına da çətin gələ bilərmi? Bu da başqası haqqında düşünür, metakognitiv deyil. İnformasiyanı yadda saxlamaq üçün özünə məxsus yolun varmı? Özün, bu da metakognitivdir. Deməli, olmayan oldu. 3, 4. C bəndi. Aha, nə deyir burada? Hansı cavabda uyğunsuzluğu? İndi uyğunsuzluğu tapmalıyıq. Müəyyənləşdirin. Aha, bunu biraz belirləyək, hamısını oxuya bilək. Şagirdlər dərs prosesində nə öyrəndikləri ilə bərabər, necə öyrəndiklərini müşahidə etməklə özləri haqqında məlumat toplayıb, çatışmayan cəhətlərini aradan qaldıra bilər. Bir doğrudur, qarşısında da doğru verilib. Deməli, bu uyğunluqdur. Müəllim şagirdlərə refleksiya sualı verməklə onların akademik biliklərindən xəbərdar olur, lakin bu proses şagirdlərin metakognitiv bacarıqlarının formalaşması ilə əlaqəli deyil. 2 yanlışdır. Özünü qiymətləndirmə 2 komponentdən ibarətdir. Qiymətləndirmə və refleksiya. Bu da metakognitivə aiddir. Qarşısında da yanlış verilib. Deməli, uyğunluq burada da pozulmayıb. Öyrənmə zamanı şagirdin qarşısına çətinliklər çıxdıqda o həvəsdən düşür və məqsədə çata bilmir. Bu xüsusiyyət şagirdin metakognitiv bacarığının inkişafa ehtiyac olduğunu göstərir. Bu doğru fikirdir. Qarşısından yanlış verilib. Deməli, uyğunsuzluq burada gözlənilir. İlin əvvəlində şagirdin dərsdə akademik nailiyyəti zəifdir. Buna baxmayaraq o müəllimin verdiyi bütün tapşırıqları yerinə yetirməyə çalışır. İlin sonuna doğru fəaliyyətində irəliləyişlər müşahidə olunur. Bu situasiyaya əsasən şagirdin metakognitiv bacarığının inkişaf etdiyini deyə bilərik. Yox, müəllimin verdiyi tapşırığı yerinə yetirir. Özünü inkişaf elətdirməyə çalışmır. Sadəcə müəllim nə veribsə onu yazmağa çalışır. Bu yanlış fikirdir, qarşısından doğru verib. Deməli, uyğunluq burada da pozulub. Bu da oldu 3, 4, Y variantı. 15-ci sual. Sinifdə 2 şagird arasında münaqişə baş verir.
Müəllim dərsin sonunda onlarla təklikdə danışmaq və münaqişəni həll etmək üçün şərait yaradır. Şagirdlərə duyğularını, düşüncələrini dərk etməyə, qarşı tərəfin mövqeyini dəyərləndirməyə yardım edir. Bu onlara daha effektiv ünsiyyət və münaqişəni həlli strategiyasını müəyyən etməyə imkan verir. Bu nədir? İki şagird münaqişə elədi, müəllim onları qarşılaşdırdı, düşüncələrini dəyərləndirməyə kömək elədi, münaqişəni həll etməyə kömək elədi. Deməli, müəllim şagirddə metakognitiv düşüncə bacarıqlarını inkişaf elətdirdi, onlarda özünə nəzarət bacarıqları üçün şərait yaratdı. 15-də də olur D bəndi. 16. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrudan doğrunu, yanlışdan yanlışı. Metakognitiv bacarıqları inkişaf etdirən şagirdlər öz idrac potensiallarından daha səmərəli istifadə edə, öyrənmələrini idarə edə bildiklərindən daha yüksək təlim nəticələrinə nail olurlar. Bir doğru fikirdir. Özlərini idarə edə bilirlər. Metakognitiv bacarığa sahib şagirdin tənqidi düşüncəsi inkişaf etmiş olur ki, bu da onları həm karyera, həm də şəxsi həyatında düzgün qərar qəbul etməyə şərait yaradır. İki də doğru fikirdir. Daha sonra metakognitiv bacarıq şagirdlərə səmərəli şəkildə necə öyrəndiklərini anlamağa, effektiv öyrənmə strategiyalarından istifadə etməyə imkan verir. Üç də doğru fikirdir. Şagirdlər özünü qiymətləndirmə bacarığının inkişaf etdirilməsi və onlara davamlı inkişaf üçün imkan verir. Bu da doğru fikirdir. Deməli, burada yanlışım yoxdur. Doğrumdan 1-dən 2. C bəndi. Aşağıda verilən cavablardan hansı şagirddə metakognitiv bacarığın olduğunun göstəricisi ola bilər? Şagird layihə üzərində işə başlamazdan öncə problemlə bağlı müxtəlif açıq tipli suallar tərtib edir. Bu doğrudur. Yəni, problemi həll etməyə çalışır. Şagird problemin həlli yollarını müəyyənləşdirmək məqsədi ilə real həyatı situasiya ilə əlaqə yaradır. Bu da doğrudur. Şagird layihə üzərində işləyərkən, burada metakognitiv bacarıq, burada yəni bilsiz necə? Baxın, doğru deyəndə, yəni metakognitiv bacarığa aid deyildi, onu başa salmaq istəyirəm. Yəni, siz hələ variantınız deyil. Şagird layihə işi üzərində işləyərkən müxtəlif anlayışlar arasında əlaqə yaratmaq üçün qeydlər aparır. Bu da doğrudur. Yəni, bu fikirlər hamısı doğrudur, amma metakognitiv bacarıq deyil. Şagird layihəni daha kiçik hissələrə bölüb, bəzilərinin icrasını komanda üzvlərindən birinə tapşırmaqla səmərəli nəticə əldə etməyi planlaşdırır. Bu da doğrudur. Amma bəzilərinin komanda şagird müntəzəm olaraq inkişafını izləyir, özünü müşahidə, problemini müəyyən edir, lazım gəldikdə istifadə etdiyi yolları təkmilləşdirir. Bu tamamilə metakognitiv bacarığa aiddir. Bu da olur Y variantı. 18. Müəllim şagirdlərə şəxsi jurnal tutmağı tapşırır. Burada günlük fəaliyyətlərinin planlaması ilə bağlı, həmçinin hər gün çətinlik çəkdiyi məqamları qeyd etməyi bildirir. Şagird həftə sonu sinif saatında qeydlərini müzakirə etməli, biri-birinə rəy verməlidir. Yanlışı tapaq. Bu fəaliyyətdə şagird vaxtın düzgün idarə edilməsi bacarıqlarının inkişafına şərait yaradır, düzdür. Çətinlik çəkir, qeydlər aparır. Bunlar hamısı doğru fikirdir. Şagirdlər tapşırığı icra etmələri, onlarda təkmilləşdirməli olduğu məqamları müəyyənləşdirməyə yardım edir. Bu da doğrudur. Şagirdlər yoldaşından rəy alması onların inkişafını doğru təhlil etməsinə imkan verir. Bu da doğrudur. Şagird fəaliyyət zamanı mövzu ilə bağlı daha çox məlumat toplamaqla informasiya savadlığı səriştəsini inkişaf elətdirəcək. Bu doğru fikirdir, amma gündəlik tutulmasına aid deyil. D bəndi yanlış aiddir. Yəni, fikir olaraq doğrudur, amma mənim situasiyama aid deyil. Şagird tapşırığı icra etmək üçün prosesə köklənəcəklər və bu da onlarda effektiv öyrənmənin baş tutmasına şərait yaradacaq. Bu da doğru fikirdir. Deməli oldu burada D bəndi. Verilən fikirlərdən hansı yanlışdır?
Metakognitiv bacarığa sahib şagird səhv istiqamətdə getdiyini gördükdə yanaşmasını dəyişir, beləliklə problem həllinə təsadüfi cəhdlərlə deyil, planlı və özünü yoxlamağı düşünməyə əsaslanır. Doğrudur. Yəni özünə plan tutur, özünü düşünür, özünü yoxlayır. Bu metakognitivdir. Metakognitiv bacarıqlar şagirdin nəyi bildiyini, nədə çətinlik çəkdiyini müəyyənləşdirib, öyrənməni planlaşdırmasına imkan verdiyi üçün akademik nəticələrin yaxşılaşmasına səbəb olur. Bu da doğru fikirdir. Metakognitiv bacarıqlara sahib şagird səhvlərini göstərərək vaxtın səmərəli idarə edir, bacarıqlarının inkişaf etdirməyin yolunu bilir. Bu da doğrudur. Metakognitiv bacarıqlar şagirdin öz emosiyalarını dərk etməsini, emosional reaksiyalarını məqsədə uyğun şəkildə yönəltməsinə asanlaşdırır. Bu da doğrudur. Şagirdin özünə nəzarəti artır. Şagird artıq əlavə müəllim ehtiyacına dəstəyinə ehtiyac duymur. Bu səhv bir fikirdir. Yəni, düzdür, özünə nəzarət artır, amma öyrənmədə müəllimin dəstəyinə ehtiyac duymur. Bu yanlış bir fikirdir. Yəni, öyrənmə fərdi şəkildə davam eləmir. Mütləq müəllim buna istiqamət verir. Şagird tapşırığı yerinə yetirəndən sonra belə düşünür. Bu tapşırıqda hansı addımda səhv etdim? Bu səhvə nə səbəb oldu? Növbəti dəfə daha düzgün nəticə almaq üçün hansı strategiyanı dəyişməliyəm? Gəlin baxaq. Baxın, deyir, şagird nəticəni yaxşılaşdırmaq üçün daha çox təkrar etməyi səhvdir. Şagird icra etdiyi addımları qiymətləndirir. Doğrudur, harada səhv etdim, səbəb nə oldu? Səhvin səbəbini analiz edir. Doğrudur. Növbəti fəaliyyət üçün strategiyasında düzəliş edir. Doğrudur. Deməli, 20 oldu. B variantı. 21. Uyğunluğu müəyyən edin. Aha, gəlin müəyyən edək. Şagird testdə səhvini görən zaman yenidən mövzunu təkrarlayır, dərsi hissələrə bölüb öyrənir, çətinlik çəkdiyi zaman məyus olmursa emosional, yəni özünü tənzimləmə, birə uyğundur B. Şagird verilən tapşırıqları etdikdən sonra işinin tələblərinə uyğunluğu müəyyənləşdirir. Etdikdən sonra müəyyənləşdirirsə bu özünü qiymətləndirmədir. 2C. Şagird ev tapşırığını şagird yoldaşları ilə birlikdə edir. Bu zaman qarşılıqlı fikir mübadiləsi və səhvlərini üzə çıxarır. Bu da özünü monitoringdir. Rəy alırlar bir-birinə. B, C, A. Bu da oldu A bəndi. Metakognitiv bacarıqla yanlış fikri müəyyən edin. Metakognitiv bacarıq insanın necə öyrəndiyini dərk edib, yəni özünü planlama, özünü izləmə, nəticəni qiymətləndirmə yolu ilə öyrənməni tənzimləməsidir. Doğrudur, özü varsa metakognitivdir. Özünü qiymətləndirmədə şagirdin işini əvvəlcədən müəyyən olunmuş meyarlar əsasən dəyərləndirib, güclü və inkişaf etməli tərəflərini görməsi növbəti addımlarda nəzərə alınmalıdır. Bu da doğrudur. Metakognitiv bacarıqlar öyrənəni pasiv icraçıdan aktiv və şüurlu öyrənənə çevirərək onun problemlərini daha məqsədli, səmərəli və davamlı şəkildə həll etməsinə imkan verir. C də doğrudur. Metakognitiv bacarıqlar şagirddə öyrənməni məqsədli idarə etməyə kömək edir. O nəyin bildiyini, nəyin bilmədiyini ayrı edir. Uyğun strategiya seçə bilir. D də doğrudur. Metakognitiv bacarıqlar şagirdin öyrənmə prosesində istifadə etdiyi strategiyaları tətbiq etməsi ilə formalaşır və bu strategiyaların effektivliyi əldə olunan nəticələrlə müəyyən olunur. Bax, Y variantı səhvdir. Metakognitiv bacarıq özünü izləməlidir, özünü inkişaf elətdirməlidir, plan tutmalıdır, məqsəd tutmalıdır, emosional vəziyyətini uyğunlaşdırmalıdır. Yəni, burada səhv olduğu Y variantı. 23. Uyğunluğu müəyyənləşdirin. Aha, bu şagird hərəkətlərini, davranışlarını və idrac proseslərini müşahidə etməsidir. 1. Özünü müşahidədir. Bu bacarıq hər hansı məqsədə çatmaq üçün şagirdin idrac, emosional vəziyyətini nəzarətdə saxlayır. Bu özünü tənzimləmədir. 3-cü də refleksiya varsa özünü qiymətləndirməlidir. Gəlin baxaq. Deyir, şagird təqdimat hazırlayan zaman,
Təqdimata nə qədər vaxt sərf etdiyini, hansı məqamlarda çətinlik çəkdiyini, icra etdiyini qeyd edir. Bunu özünü müşahidə nəticəsində qeyd eləyəcək. Yəni, bu aiddir müşahidəyə. Müşahidədə bayaq birdə idi. Şagird imtahana hazırlaşan zaman çətinliklə qarşılaşdıqda həvəsdən düşmür. Özü üçün gündəlik hədəf qoyur. Hədəfə çatmaq üçün plan hazırlayır. Bu özünü tənzimləmədir. 2-yə aiddir. Şagird layihəni hazırladıqdan sonra fəaliyyətinin doğru və yanlış tərəflərini meyar varsa, bu da qiymətləndirmədir. 3-ə aiddir. 1-ə A, 2-yə B, 3-ə C. Bu da elədi Y bəndi. Metakognitiv bacarıqla hansı fikir yanlışdır? Bu bacarığın formalaşmasında başqalarının verdiyi konstruktiv rəyin faydası var. Əlbəttə ki, doğrudur. Özünü müşahidədə rəy bölməsi. İnsan məqsədə çatmaq üçün idrakını, emosional vəziyyətini, davranışını nəzarətdə saxlayır, özünü müşahidə edir. Bu da doğrudur. Şagird xarakterində dəyişiklik etmək üçün müxtəlif həssas situasiyalarda davranışını izləyir, özünü müşahidə edir. Bu da doğrudur. Metakognitiv bacarıqlar şagirddə formalaşdırılması, onların akademik nailiyyətlərində yüksək olması ilə yanaşı, həm də sosial bacarıqlarının inkişafına təsir edir. Bu da doğrudur. Müəllim dərsin əvvəlində müxtəlif tipli tapşırıqlarla şagirdin diqqətini dərsə cəlb edib, onlarda özünü qiymətləndirmə bacarığını formalaşdıra bilər. Y variantı yanlışdır. Sadəcə özünü, belə deyək, şagirdi dərsə cəlb edir. Yəni, özünü qiymətləndirmə dərsin sonunda aparılır. Nə öyrənib, nəyi öyrənməyib, o müəyyənləşdirilir. 25. Verilmiş cavablardan hansı şagirdin metakognitiv bacarıqlara malik olduğunu demək olmaz. Şagird öyrənməni daha səmərəli təşkil etmək, mövzunu daha dərindən mənimsəməsi üçün vaxtını necə effektiv şəkildə istifadə edəcəyini planlayır. Plan tutursa metakognitivdir. Şagird qarşıdan gələn imtahan sessiyasına hazırlaşarkən hədəflər müəyyən edir, həmin hədəfə çatmaq üçün özü üçün strategiya düşünürsə metakognitivdir. Şagird mövqeyini və bacarıqlarını obyektiv şəkildə dəyərləndirmək üçün fəaliyyəti ilə bağlı qeydlər aparırsa, həlledici nüansları müəyyənləşdirirsə metakognitivdir. Mövzunu daha dərindən araşdırmaq üçün təlimata əsasən kimsə təlimat verir. Bu metakognitiv deyil. Dərs zamanı özünün qarşılaşdığı çətinlikləri fərqli nöqteyi nəzərdən yanaşaraq onlara uyğun strategiya tapır. Bu da metakognitivdir. Oldu D variantı. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrudan doğru, yanlışdan yanlış. Şagirdlər emosiyalarını necə idarə edəcəkləri ilə bağlı məlumatlı olduqda çətin tapşırıqların öhdəsindən uğurla gələ bilir. Bir doğrudur. Şagird verilmiş təlimat üzrə tapşırıqları icra etməsi kimsə təlimat verir. Bu metakognitiv deyil. 2 yanlışdır. Metakognitiv bacarıqlara sahib olan şəxslər müxtəlif problemləri hər kəsin yox, özü öz strategiyası tapır. 3 yanlışdır. Şagird özünü qiymətləndirmə bacarığının inkişaf etdirməsi onlarda yalnız metakognitiv bacarıqlardan deyil, mühakimə bacarığının da inkişafına şərait yaradır. Doğrudur. Deməli, doğrudan 1, yanlışdan 3. Oldu 1-3 Y variantı. Cədvələ əsasən metakognitiv bacarıqlarda uyğunsuzluq, doğrudan yanlış, yanlışdan doğrunu tapmalısan. Danışıq dərslərindən sonra şagird nə qədər inkişaf etdiyini və nələrin hələ zəif olduğunu müəyyən edir. Bu doğrudur, metakognitivdir. Şagird essedə tapşırıqları yerinə yetirdikdən sonra onun meyarlara uyğunluğunu yoxlayır. Metakognitivdir. Şagird esse yazarkən müəyyən sözlərin yazılışı ilə bağlı çətinlik çəkdiyini bilir, yazdığı esse ilə bağlı yoldaşından rəy alır. Metakognitivdir. Təmkinlə davranmağa başladıqdan sonra şagird əslində hər zaman haqlı olmadığını, səbirli olduqda yoldaşlarından da daha faydalı məlumatlar əldə edə bildiyini müşahidə edir. Bu da metakognitivdir. Deməli, doğrumdan yanlışım yoxdur, yanlışımdan hər ikisi doğrudur. Uyğunsuzluq oldu 3-lə 4 D variantı. Verilmiş fəaliyyətlərdən hansı metakognitiv bacarığı formalaşdırmır? Şagird öyrənmə prosesində bacarıqları haqqında danışıb,
istifadə etdiyi üsulların faydalarını izah edir. Bu metakognitivdir. Şagird öyrənmə xüsusiyyətlərini müəyyənləşdirmək üçün gündəlik tutur, həftəlik fəaliyyətlərini təhlil edir. Metakognitivdir. Şagird qrup işi zamanı sosial bacarıqlarını dəyərləndirmək üçün yoxlama vərəqlərindən istifadə edir. Metakognitivdir. Şagird verilmiş mətnin xüsusiyyətlərini əvvəlcə fərdi şəkildə araşdırıb, sonra cütlər şəkildə qarşılaşdırır, sadəcə öyrənir. Bu metakognitiv bacarığı formalaşdırmır. Hər bir şagird ilk qoyduğu hədəfə necə çatdığını, bunun üçün hansı istifadə etdiyi bacarıqlar haqqında məlumat verir. Bu da metakognitivdir. Deməli, burada oldu D bəndi. 29. Hansı situasiyada şagirdin metakognitiv bacarığının inkişafına ehtiyac olunduğunu deməyə əsas verir? Şagird imtahana hazırlaşarkən əvvəlcə mövzular ilə bilirəm, qismən bilirəm, bilmirəm kimi ayırır. Zəif qaldığı hissələr üçün plan tutur. Burada var, bu bacarıq formalaşıb. Şagird tapşırığa başlayanda nə istədiyini qısa yazır. Bu da planın tutur, qısa yazır, səhvini yoxlayır, metakognitiv var. Şagird plan qurub, vaxtını idarə edə bilir, özünü izləyir, diqqətini yayındıqda özünü tənzimləyir, toparlayır. Bu da metakognitivdir, var. Şagird çalışqan və fəaldır. Tapşırığı sürətlə edib vaxtında təhvil verir. Müəllim onu artıq neçənci dəfədir ki, eyni tip yanlışları təkrarladığını müşahidə edir. Burada metakognitiv yoxdur. Niyə yoxdur? Yəni ehtiyac var. Yanlışları neçə dəfədir təkrarlayır. Yanlışı aradan qaldırmaq üçün bir istiqamət, bir addım atmır. D bəndi səhvdir. Yəni bizim variantdır. Bunun inkişafa ehtiyacı var. Şagird tapşırığı etməyə başlamazdan əvvəl hansı mövzuda çətinlik çəkəcəyini təxmin edib ona uyğun yol seçir. Burada da metakognitiv formalaşıb. Layihə hazırlamaları üçün müəllim şagirdləri qruplara ayırır və qrup daxilində onlar arasında iş bölgüsü aparıb müxtəlif tapşırıq verir. Şagirdlərdən biri gündəlik öhdəliyində olan məsələləri araşdırır, amma buna baxmayaraq hədəfə çata bilmir. Şagird zəif tərəflərini bilsə də, çatışmamazlığı aradan qaldırmaqda əziyyət çəkir. Müəllim nə etməlidir? Ona istiqamət verməlidir, plan tutmasına kömək etməlidir. Bax, A variantında deyir ki, çoxlu tapşırıq verməlidir, səhvdir. Şagird axı zəif nöqtəsini aradan qaldıra bilmir, mən buna nə qədər tapşırıq versəm də bu elə olacaq. B variantında deyir ki, fəaliyyətini həftəlik olaraq bölüşməsi. Bu da səhvdir. Həftəlik olaraq bölüşsə də, zəif tərəfini onsuz da bilir. Buna bir istiqamət vermək lazımdır ki, o onu aradan qaldırsın. C variantında deyir ki, tez-tez xəbər edici mesaj. Məsələn, sən bu zəif tərəfini gücləndir. Necə gücləndirsin? İstiqamət vermirəm axı. Amma D variantına baxın. Məqsədə çatmaq üçün sistemli plan hazırlamasına kömək edir. Bu doğrudur. Plan hazırlayır, kömək edir, istiqamət verir. Şagird o kömək nəticəsində zəif nöqtəsini ortadan qaldırır. D bəndi. Özünə məxsus xüsusiyyətləri nəzərə almaqla problemi aradan qaldırır. Bu da səhvdir. Deməli, burada oldu D variantı.